Biz bəzən nəticəyə çox köklənirik, takılırıq. Səbəbi doğurmaq alışqanlığı. İndi mənim işim səbəbi doğurmaqdır. Birisi səbəb nəticə qanunu var da. Biz nəticəyə çox takılırıq. Məsələn, arıqlamaq istəyir, gündə 50 dəfə çıx tərəzinin üstünə. Ay başa dönüm, at o tərəzini o yana. Sən doğru bir menyu qur özünə, bir sistem qur özünə, rejim qur özünə. Heç tərəziyə mərziyə baxma da. Sən səbəbi doğurmaqla məşğul ol. Bir gün görürsən, hə, belə olub, bir gün görürsən, bu alınıb, belə olub. Nəticəyə çox takılmışıq və ona görə tez-tez məyus oluruq. Çünki bəzən subyektiv səbəblərdən nəticə gecikə bilir. Bəzən subyektiv səbəblərdən nəticə gecikə bilir. Biz bilmirik də, baş açmırıq. Dünya qəribədir. Böyük üstadlardan birinin sözü deyirdi ki, bəzən Allah istəyər ki, bəzi bəndələrinin qədri bilinməz. Əlləşirsən, vurursan, xidmət, Məmməddən də artıq, filan kəsdən, onların şöhrəti, sevgi filan, sənə heç bir şey yoxdur. Qəribə bir şey, izahı da yoxdur bunun. Bəzən Allah istəyər ki, bəzi bəndələrin qədir bilinməz. Sən qədir ağacı istəyən, onun peşində olan adam olsa, məyus olacaqsan. Amma sən desən ki, hə, bilindi, bilinmədi, mənim işim budur da. Mənim işim səbəbi doğurmaqdır. O, indi sonra olar, olmaz, o başqa söhbət.